Salam mənim əziz qardaşlarım, aslanlarım, şirlərim. Xərçəngdən əziyyət çəkən insan varsa, ailəsində, qonşusunda, qohumunda, yaxınında, nə bilim harasında, bağırsağında, mədəsində, prostatında, sinəsində kistası olan ağır xərçəng xəstəliyinə əziyyət çəkənlər varsa, bilinir ki, olan iştahası olmur. Ən ağır xəstəyə metastat versə, onları yemək yedizdirmək qeyri-mümkündür. 2 qaşıq yeyən kimi ya qaytarır, ya da ki, halı gedir, uzanır. Belə bir xəstənin demək olar ki, nazı ilə oynamalısınız. Mən sizə elə bir resept deyəcəm ki, bu resepti mən hələ TikTokda paylaşmamışam. Amma görürəm ki, TikTokda çox insanlar var ki, xərçəng üçün elə məcunlar düzəldib ki, yaraları əridir. Ay, cəmaat ayağında açılmış yaranı illərdir sağalda bilmir. Bu, bədən daxilində olan xərçəng yaralarını sağaldan, əridən məcun düzəldir. Sən kimsən ay bala? Koreyada, Yaponiyada bunu bacarmayan insanlar sən bacaracaqsan Azərbaycanda. Allatma cəmaatın pulu ilə, nazı ilə, nəbzi ilə oynamayın xəstələrini. 100 dəfə demişəm, xəstə üzərindən pul qazanmaq haramdır. Kişisən, pulsuz paylaş. Nə deyim valla? Əgər kimdəsə xərçəng xəstəliyi varsa, diqqətlə bax, bu resepti götürün. Zoğaldır. Zoğalı tumundan ayırırsınız, palçıq kimi eləyib doldurursan 200 qramlıq stəkana. Eşidirsiniz məni? 1 stəkan zoğalın palçığını, turşusunu, 200 qramlıq stəkanı boşaldırsan bir dənə balaca tası içinə. Tası içində 1 böyük qaşıq qoz ləpəsi vurursan ona, 1 çay qaşıq hindi tozu. Qəşəng onu qarışdırırsan, yığırsan indi stəkana, qaba, qoy xaladenkə, qapağını bağla. Səhər yeməyini yedi, 1 çay qaşığı yedizdir ona. Günorta 1 çay qaşığı, axşam 1 çay qaşığı. İnanın ki, xəstəyə ən böyük xeyir, dərmanından da, sistemindən də, hər bir şəraitindən də ən güclüsü bu resept olacaq. Çünki zoğal insanda birinci xərçəng toxumlarını məhv eləyir, ürək bulanmanı götürür, ondan da əlavə insanın xəstənin iştahasını açır. Bu dediyim resept xərçəng xəstəliklərinə, iştahası olmayanlara, ne cür ağır xəstə olan insanlara böyük kömək eləyəcək. Çox gözəl reseptdir, nadir bir reseptdir. Hələ bu internetdə paylaşılmayıb. Çox gözəl reseptdir. Mən onun yanıma gələn xəstələrə tövsiyə edirdim. Baxıb görürəm ki, insanların nəbzi ilə oynayanlar çoxdur. Məcbur oldum ki, mən bu resepti insanlar üçün paylaşım. Allah hamımızı var eləsin, bütün xəstələrimizin yastığını yüngül eləsin. Çalışın, çox insanlara inanmayın. O kim ki sizə xəstəliklə pul adı çəkdisə, uzaqlaş ondan. Pul adı çəkən bilginən ki, sənin cibvi düşünür, xəstəni yox. Video ürək qoyun ki, qoy hər kəs görsün. Dağlarda, böyüklərdə qurt varsa, qurtu 100% tökən məhcumumuz da var. Övladı olmayan, faiz aşağı olan, cinsi zəifliyinə əziyyət çəkənlərsə, bu gözəl məcunlardan zakaz eləyə bilər. Prostatın 1 nömrəli dərmandır. Yaşlı insanlarda da cinsi zəiflik problemini həll edir. Gədəbəy dağ balından da istəyənlər nömrəmə zəng vursun. Görürsünüz, super ballardır. Gədəbəy maramka ballı var, belə balda var. Nömrəm 055 939 54 77.